Bismillahirrahmanirrahim və bihi nəstə'in və huvə xeyrun nasirin və mu'in. Ötən dərsimizdə biz Ərəbistanda bütpərəstlik və onun Ərəbistana necə gəlməsi barədə məlumat verdik və bu bəhsimizdə bütpərəstlik dünya görüşünün prinsipləri haqqında və bütpərəstlərin vəhşi adət-ənənələri haqqında söhbət açacağıq. Bütpərəst dünya görüşündə onların ideologiyalarına görə insanlar dünyada yaşadıktan sonra başqa bir dünyaya köçmək məsələsini belə izah edirdilər ki, insanlar öz əməllərinə görə müxtəlif heyvanların formasına düşürlər və yenidən dünyaya qayıdırlar. Belə ki, məsələn, pis insanlar qorxunc heyvanların şəklinə düşərək dünyaya qayıdıb o heyvan kimi ömür sürürlər. Yaxşı insanlara isə gözəl heyvanların, quşların surətində yenidən qayıdarlar dünyaya. Bəzi rəvayətlərdə onlar haqqında yazırlar ki, qətlə yetirilmiş insanın ruhu bir quş şəklində gələr və öz qohumlarının, yaxınlarının evi yanında qanadlarını çırpar və mənim qisasımı alın, mənim qisasımı alın, mənim qatilimin qanı ilə məni doyuzdurun deyə fəryad eləyər və o intiqam alınmayana qədər o quş sakit olmaz. Bu, ərəblərin cahiliyyət dövründə ölümdən sonraki həyata baxışlarının qısa nümunəsi idi. Bütpərəstlərin adət-ənənələrinə gəlincə isə müxtəlif ifrat və təfrit dolu adət-ənənələr onların arasında geniş yayılmışdır. Belə ki, ərəblər arasında əhdə vəfa eləmək çox mühüm ənənələrdən biri idi. Yəni, əhdini pozan ən rəzil insan hesab olunurdu. Belə ki, əgər hətta qan tökmüş bir canı belə bir nəfərə pənah gətirə və o insan əhd eləyə ki, ona mən pənah verirəm, öz canı bahasına da olsaydı onu müdafiə eləyərdi. Hətta yəni, bu öz-özlüyündə himayədarlıq məsələsi də ərəblər arasında geniş yayılmışdı. Nəinki insanlara, hətta heyvanların özünə belə sığınacaq verirdilər, onları himayə eləyirdilər. Yəni, bundan əlavə ərəblərin bir çox vəhşi xislətləri var idi ki, oğurluq eləmək, qan tökmək, müharibə eləmək, yol kəsmək, adam öldürmək. Bunlar ərəb üçün iftixar sayıldığı bir dövrdə, eləcə də bəzi vaxtlarda görürdün ki, həmən bu oğru ərəblər, həmən bu qan içən ərəblər, cinayətkarlar adi heyvana belə öz canı ilə öz canını riskə atıb ona pənah verirdilər. Yazırlar ki, cahiliyyət dövründə ərəblərdən birinin xeyməsinin yanına böyük bir çəyirtkə sürüsü gəlir və onun xeyməsinin arxasında yerə otururlar. Ərəblər çəyirtkəni yedikləri üçün bu çəyirtkələrin onların ruzisi olduğunu düşünüb, çoxlu qab-qaşıq belə kisələr götürərək gəlib bu çəyirtkələri tutmaq fikrinə düşürlər. Bu vaxtı həmən xeymənin yiyəsi, sahibi qılıncını belinə bağlayır, atına səvar olur və ərəblərin üstünə hücum çəkir ki, bu heyvanlar mənim evimə pənah gətiriblər və heç kim onlara bir zərər toxundura bilməz. Əks halda məni qarşılarında görərlər. Və ta axşama qədər o həmin çərtkələri qoruyur. Lakin axşam mehi çıxanda, axşam küləyi çıxanda o çərtkələr uçub getməyə başlayanda həmən ərəb özü də müəyyən qablar götürüb o çərtkələrin dalınca gedir ki, onları ovlasın. Yəni, bu dərəcədə ifrata varmış onların himayədarlıqları var idi. Bundan əlavə ərəblər arasında ən tükürpədici ənənələrdən biri də qadınlara münasibət idi.
Yəni qadınların heç bir hüququnun olmaması, onları incitməkdən, işgəncə verməkdən, döyməkdən zövq alınması, onların gərəksiz bir əşya kimi evdə saxlanılması, qız uşağının dünyaya gəlməsi ərəblər üçün çox böyük bir faciə hesab olunması və bu kimi ənənələr ərəblər arasında geniş yayılmışdı. Yəni ərəblər qız uşağı dünyaya gələndə özünü çox bədbəxt olmuş bir insan kimi qələmə verirdilər. Bunun da səbəbi ondan ibarətdir ki, ərəblər, yəni qızların daha dəqiq desək ki, onların qorunmasının çətin olması, düşmən əlinə keçərkən özlərini onun üçün rəzil hesab eləmələri qızların dünyaya gəlməsini onlar üçün bir bədbəxtliyə çevirmişdi. Və bu ənənənin necə meydana gəlməsi barədə də gələn bəhsimizdə söhbət açacağıq. Vəssalamu aleykum və rəhmətullah.